Lerik'e gelmişik. Dostumuz Fuat Bey'le birlikteyiz. Fuat Bey'in qonağıyıq. Gördünüz. Necəsiz? Nə var, nə yox? Teşekkürler, yaxşı. Siz necəsiz? ASTV-nin Ekoetika layihəsi ilə çəkilişə gəldiyimiz bu gözəl məkanda həm də Fuat müəllimin qəşəng bir məkanı var. Gedəcəyik ora. Bundan sonra Niva bizi aparacaq. Gördüyünüz bax bu dağların arxasında. Bura Piran gedir. Bəli, Piran kəndi. Piran kəndi. Sol yol Hamarata, sağ yol Veri yoluna ayrılır. Veri yolu. Biz gedirik Veriyə. Veri istiqamətində, bəli. Veri kəndi özü çox qədim kənddir. Tarixi eramızdan qabaq Tunc dövrünə söykənir. 1890-cı illərdə Fransalı arxeolog Morgan ilk dəfə Veridə nekropollarda gəlib arxeoloji qazıntılar aparıb və götürdüyü maddi mədəni nümunələri özü ilə Parisə, bir də Moskva muzeylərinə aparıb. Veri o dağların arasındadır. Hər dərəsindən belə bulaqlar axır. Dayandığımız yer Qoşa Şülə. Qoşa Şəlalə, Qoşa Şülədir də elə. Aşağıda iki şəlalə, iki çayın birləşdiyi yer, ikisi də şəlalə şəklində tökülür, birləşir. Ən xoşlanılmayan görüntülər bax bunlar. Burada gəlir. Gəlib özünlə bərabər gətirdiyin tullantını burada qoyub getmək. Bu yerə yaraşmır. Yaraşmır. Özüm yol boyu hər dəfə gedəndə yığa-yığa gedirəm. Çox təəssüf. Bura gəlmək istəyənlər Pirandan 14 kilometr belə yolla hərəkət eləməlidirlər. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə gəldik, çatdıq. İqamətgah Pirani. Baxaq görək burada bizi nələr gözləyir. Hər tərəfi yamyaşıl meşəliklə əhatələnmiş. Bax, belə gözəl bir ev. Bu ev turistlər üçün nəzərdə tutulub. Xüsusən də ilin yay, yaz, payız, hətta qışı biraz çətin olsa da, amma demək olar ki, bütün mövsümlərdə əsl istirahət təşkil eləməli bir məkan. Təbiətdəki bir başqa aləmdir. Bu evin uslubu bizdə qədim Talış memarlıq uslubunun Gilani uslubu gedir. Bəli. Ki, beləsinə dizayn etdim mən də. Yəni, modern evə getmədim, xarici bir evə getmədim, öz memarlıq uslubumuzu yaratdım. Mənim təbii zəngindir, orağa gəndə. Əl işlərimdir, içərisində quş balası da var ha. Evin dört bir yanına vurmuşam. Quşlar da gəlib içərilərində yuva qurub bala çıxardır. Hal-hazırda onun içərisində quş balası var. Ənənəvi Cənub bölgəsi üçün xarakterik olan belə qədimi bəzəklərlə bəzədilmiş bura əsl istirahət məkanı. Kasalar rəfdə. Kasalara gələcəyik, kasalara tərəf. Buradan görünən möhtəşəm mənzərə. Kasalarımız rəfdədir. Bundan gözəl nə istirahət? Bəli. Gələn insan, yəni şəhər atmosferindən ayrıldısa, gəlib yenə şəhər görməsin. Odun peçi və bu tərəfində isə müasir mətbəx. Qapılar da qədimi qapılardır. Bəli. Hardan tapmısınız bunu? İkinci əldən alıb, təzədən o qapını restavrasiya edib, yeni həyat vermişim o qapıya. Bir örtüb baxaq, sonra çıxarsınız. Çox gözəl. Qalxırıq ikinci mərtəbəyə. Burada bir dənə də kubik istifadə olunmayıb. Buradan da oturub bir başqa gözəlliyi izləyirik. Buradan keçirik növbəti yataq otaqları. Neçə nəfər Fuat bəy? 5 nəfər. 5 nəfər rahat bir şəkildə burada istirahət edə bilir. Bu isə digər bir otaq. Bu da kənd evi üçün ənənəvi yük deyirdik də buna biz. Bəli, evin küncündə. Həm də belə yerdə yatmaq daha yaxşıdır. Kravat almıram ki, nə stol, nə kravat özüm almıram. Yəni o kəndə yaddır da. Kəndə gələn yerə yerdən oturub
o səmimiyyəti, o kənd atmosferini hiss eləməlidir. Həm də yun yorğan döşəkdə bir başqa ləzzəti var. əlbəttə ki. Fuad bəy özü həm də tikinti sahəsi üzrə İnşaat mütəxəssisdir. mühəndisiyəm. Evin özünün metal konstruksiya iləndir və doldurucu kimi də yerli palçıq saman. Palçıq və saman. Ekoloji, təmiz ev. ekoloji taxta, palçıq, saman. Möhtəşəm. Bir sözlə, yolu çətin olsa da, amma gəlməyə dəyər bir yerdir. Köçmüsünüz, binədə yaşamısınız şəhərdə. Bəli. Artıq şəhərdən kəndə qayıdış başlayır. Qayıdış Və başlayır. belə insanlara dəstək olmaq lazımdır. Dincələ işləyirik, işləyə dincəlirik Fuad bəy sayəsində. Belə bir hamam. İstirahət maraqlı keçsin deyənə hər şey burada nəzərə alınıb. Cənub bölgəsinin həm də maraqlı bir ənənəsi var. Bax belə yer düzəldirlər. Belə yer. Və bu yer haqqında deyim ki, pələmə, ata oturan yer. Pələmə deyirlər. Bəli, pələmə. Çox maraqlıdır. Yəni ən seçilmiş yer olur da ora. Bəli, gələn qonaqları belə bir yerdə qarşılayır, süfrə açılır, oturulur. Buradan da həm gələn qonağı görmək olur, Bəli. həm də bax belə. Bizdə təndirlər də daim, düzdür, indi məndə hələ ki təndir yoxdur. Qapının ağzında salınır ki, küçədən keçən o çörəyin iyi ona dəyiləndə mütləq idi ki, o çörəkdən o insana verilməli idi. Ləvəngi kartofumuzdur. Birinci dəfədir. Bir dəfə deyirəm, ləvəngi kartofu. Ləvəngi kartofu. Ləvəngi kartofudur. Bizim Talış mətbəxindən. Ləvəngin içi oyulur və Aha. kartofun daha doğrusu içi oyulur, içərisinə ləvəngi salınır. Ləzzət. Nuş olsun. Bu da qədimi, nostalji hisslər yaradan stəkanın içərisində doğğa. Allah var eləsin. Yedik və bundan sonra qalır işimizə davam eləməyi. Çünki çox maraqlı bir ekoetika verilişini çəkirik və bu çəkilişin içərisində də Fuad bəyin ekoturizm üçün, kənd yaşıl turizm üçün yaratdığı imkanlardan danışacağıq.